zamanlarda xüsusilə adı dillər əzbəri olan Azərbaycanlı futbolçu Nəriman Axundzadə ilə bağlı Amerika səfirliyi bir açıqlama yayıb və həmin açıqlamanı sizə təqdim edirik. 18 fevral tarixidir və futbol cəmiyyəsindən bir məlumatı diqqətinizə çatdırırıq. Qeyd edək ki, Amerika səfirliyi Azərbaycanlı futbolçu Nəriman Axundzadəni Amerikanın Ohio ştatını təmsil edən Columbus Crew klubu ilə müqavilə imzalama münasibəti ilə təbrik eləyib. Səfirlik bununla bağlı sosial şəbəkə hesabında paylaşım mesajı, təbrik mesajı yayımlayıb və bildirilib ki, Qarabağın heyətində nümayiş etdirdiyi oyunla rəğbət qazanan istedadlı gənc hücumçu Major League Soccer ilə müqavilə imzalayan ilk Azərbaycanlı futbolçudur. Eyni zamanda Qarabağ klubuna bu axşam Çempionlar Liqasında uğurlar və inamlı qələbə arzulayırıq deyə səfirliyin mesajında qeyd olunub. Qeyd eləyək ki, bugün 21:45-də Azərbaycanın Çempionlar Liqasında məhz Qarabağ rəqibi olan Newcastle-la Tofiq Bəhramov adına stadionda üz-üzə görüşü olacaq.